Bakının bu gecəsi qeydə alınan qətl hadisəsi ilə yadda qaldı. Bir ailənin 3 üzvü qətlə yetirilmək məqsədi ilə bıçaqlanıb. Hadisəni şəhər içində əməkdaşımız Anar Qafarov işıqlandırıb. Xəzər rayonu Şahan qəsəbəsində qanlı hadisə baş verib. Hadisə zamanı bir ailənin 3 üzvü bıçaqlanıb. Xəsarət alan şəxslər 1987-ci il təvəllüdlü Abdullah İbrahim Tərlan oğlu, onun qardaşı 26 yaşlı Tərlan və anası 49 yaşlı Ülkər Abdullayeva bıçaq xəsarəti aldıqlarından 3 sayı şəhər klinik xəstəxanasına çatdırılıblar. Hər 3 şəxsə ilkin tibbi yardım göstərilib. Amma Ülkər Abdullayevanın xəsarəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. Digər yaralılar isə müalicələrini davam etdirirlər. Hadisədən sonra Xəzər rayon polis idarəsi və prokurorluq əməkdaşları araşdırma başlayıblar. Qanlı hadisənin baş verdiyi ərazi müayinə olunub. İstizlərlə keçirilən əməliyyat nəticəsində isə hadisənin Xəzər rayon sakini 1991-ci il təvəllüdlü Qədişov Nahid Vahidoğlu tərəfindən törədildiyi məlum olub. Polislər onu saxlayaraq istiqamət təqdim ediblər. Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanılıb. Hadisənin baş vermə səbəblərini isə istintaqın geniş zamanı aydınlıq gətiriləcək.